üzərinə 3 gəl bu K adlı dəyişəndə saxla. Gördüyümüz kimi K dəyişənin dəyərinin içində 4 var. A-nın dəyərini N-yə mənimsət. Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Yenə də bu gün sizinlə mən Anar Ankaraşidov, Əri İnformatika Test Toplusunun müəllifi. Yenə də sizə proqramlaşdırmanın təməl biliklərini düzgün dərk eləməkdən ötürü qarşınızdayıq. Biz artıq bundan əvvəlki videomuzda ifadə elədik ki, mənimsətmə operatoru dediyimiz şey bərabər və yaxud ekval deyil. Bu olmaz, deyil. Mənimsətmə operatoru dediyimiz bir şey sağdan sola prosesi icra etdirmək üçün olan mənimsətmə, yəni assign prosesidir. Yəni bu bu olar, bu olmaz. Bu prosesi daha düzgün başa düşməkdən ötürü kiçicik nümunələrlə sizə izah etməyə çalışacağıq. Yəni nə ilə? Bir daha vurğulayıram, bu sözləri aşağıdan diqqətlə oxuyarsınız və qeyd edərsiniz. Mənimsətmə operatoru özündən sağ tərəfdəki dəyəri və yaxud prosesin ümumi nəticəsini sol tərəfdəki dəyişəndə saxlayan bir anlayış, bir prosesdir. Bu cümləni bir qədər sonra yəqin ki, yenə təkrar edəsi olacam. Hal-hazırda biz A adlı dəyişənə 667 dəyərini mənimsədəndə artıq A qabının içində 667 olmuş olur. Daha sonra bunu başa düşməkdən ötürü bu qabın içində olan bir şeyi başqa bir dəyişənə mənimsətməyə çalışırıq. Bunu həyatdan bir nümunə olaraq göstərəcəyik. Bir daha vurğulayıram. N bərabərdir A yox. N-ə mənimsət, N-ə mənimsət A-nın dəyərini. Hələlik bu anlayışını primitiv type'da izah edirik. Çünki hələlik referans type danışmamışıq. İlerleyen zamanlarda biz primitiv referans type'da bu cümləni daha da mötəbərləşdirəcəyik. Bu cümləni iki cür oxuya bilərik. N-ə mənimsət A-nın dəyərini və yaxud A-nın dəyərini N-ə mənimsət. Yəni, demək istədiyimiz ifadə bununla, bu ekval deyil, mənimsətmə prosesidir. Bunu bir əyani nümunə olaraq göstərsək, yenə bizdə bir dənə olsun A dəyişəni, hansı ki içində olsun bu yaşıl alma, bu da olsun N dəyişəni, bu A dəyişəni, bu da olsun N dəyişəni. Mən A dəyişənini bir növ, gəlin belə eləyək də, belə bir şey eləyək, bu olsun A dəyişəni, bu da olsun N dəyişəni. Bir növ A dəyişəni N-ya mənimsətsən desəm, bu elə çıxır ki, A da bunun içindədir. Ona görə biz demirik A-nı N-ya mənimsət. Biz deyirik ki, A-nın dəyərini N-ya mənimsət. N adlı dəyişənə. Yəni, N adlı qab içində, necə ki, A adlı qab içində bir alma saxlayır. Artıq N adlı qab içində bir alma saxlayır. Yenə də təkrar edirəm. Gələcəkdə deyəcəyik, bu yalnız primitiv tiplər üçün bu cür işləyir. Vaxtı gələndə referans taypları üçün fərqi izah edəcəyik. Bugünkü işimizdir. Orada da bu videoya göndərmə edəcək. Yenidən bir dənə dəyişən götürürəm. Deyirəm, K dəyişəninə mənimsətəcəm nəyi? Artıq gəlin belə eləyək. Nümunəmizi dəyişmək üçün daha yaxşı nümunə edək. Deməli, təsəvvürləyin ki, K A dəyişənində bir yumurta var idi. Mən demək istəyirəm ki, və yaxud ki, cümləmizə görə A dəyişəninin mənimsətmə operatorunun sağında bir dəyər və yaxud bir dəyişənin dəyəri və yaxud hər hansısa bir prosesin nəticəsi ola bilər. Artıq bu nədir? A dəyişəninin dəyərinin üzərinə 3 gəl, K-ya mənimsət. Bu prosesi biz yenə yumurta nümunəmizdə edəcəyik. Fərz eləyək ki, A-nın qiyməti 667 deyil. Niyə? Çünki bunun için 667 dənə yumurta yığsaydım, çox çətin olardı bunu izah etmək. Birdir. Fərz eləyək ki, artıq A-nın qiyməti 667 deyil. Birdir. Bu bizdə A dəyişənidir. Bu da bizdə K dəyişənidir. Biz bu proses necə olur? Deməli, 3 yumurta götürürəm mən. Başa sala bilməkdən ötürü sizə. İnşallah ki, sındırmaram. Bu bizim K dəyişənimizdir. Bu isə, burada biraz narahatçılıq oldu. Bu isə bizim A dəyişənimizdir. Deyirik ki, A dəyişənin dəyərinin üzərinə 3 gəl
və bunu bir yerdə bu K adlı dəyişəndə saxla. Bu proses bir növ belə şəkildə olur. Gəlin. Bu oldu A dəyişənin dəyəri, hansı ki içində 1 demişdik. Bunu və 3 dənəni bura qoydum. Artıq nə baş verdi? Gördüyümüz kimi K dəyişənin dəyərinin içində 4 var. Və bunu qoyduq yerə. Daha bir qədər də dərinləşdirsək prosesi, bu səfər A plus 3-ün əmələ gələn dəyəri biz ayrıca dəyişəndə yox, A adlı dəyişəndə saxlayacaq. Yenə də diqqətləsək, A bərabərdir A plus 3 demək, yəni A-nın üzərinə 3 gəlməsindən alınan dəyər demək, bu yanlışdır. Niyə? A plus 3-ə bərabər olmağından ötürü A sonsuzluq olmalıydı. Gözəl bir sonsuzluq çəkdim, çəpinə dayanmışam deyə. Bu deyil. Deməli, bu qətiyyən bərabərdir deyil. Nədir bəs? Mənimsətmə. Əsayan prosesidir. Bunu yenə görmək üçün bu səfər bizim yenə bu A dəyişəni olsun. Diqqət etsək, bu cümlə belə oxunur. A plus 3-dən alınan dəyər A-da saxlanılır və yaxud A dəyişəninin dəyərini 3 vaid artır. Bu bizim A dəyişənimizdir. Bunun dəyərini 3 vaid artırmaq üçün artıq alınan 4-ü başqa dəyişəndə yox, yenə də deyirəm, A qabının içində 1 var. 3 vaid artırmaq A-nın içindəki dəyəri, burada görə bilərsiniz, 3 vahid artır deməkdir bu proses. Əgər biz beləcə düzgün oxumağa başlaya bilsək, nə olacaq? Bizim proqramlaşdırma baxış açımız dəyişəcək və rahat şəkildə bütün həm rahat proqram da qura biləcək, həm də testləri də rahat işləyə biləcək. Belə, bundan başqa A dəyişəninə mənimsətmə operatoru bir daha vurğulayırıq. Sağdan sola icra olunan prosesdir, unutmuruq. Daha sonra əlavə nələr ola bilər? A, hər hansısa bir dəyişən, gəlin bunu burada bir nümunədə burada göstərək, bu hissədə. Deməli, mənimsətmə, tutaq ki, bir dənə balaca A dəyişən olsun. Sağ tərəfində bunlardan başqa, yəni hər hansısa bir dəyər, dəyişən dəyəri, hesablanan prosesin dəyəri və yaxud hər hansısa bir funksiyanın icra etdiyi bir şeydən alınan dəyər ola bilər. Misal üçün, A-ya mənimsət input. Yəni, A bərabərdir input yox, inputdan gələn məlumatı A-ya mənimsət kimi oxumalıyıq ki, bunu düzgün yanaşa bilək. Dəyişən dəyərləri və yaxud tipləri barəsində anlayış və həmçinin input funksiyası barəsində anlayışı növbəti videolarda deyəcək. Bir daha qeyd edirəm, tip, dəyər, referans deyib, primitiv deyib, bunları növbəti videolarda biz sizə ətraflı çatdıracaq. Bugünlük bu qədər. Bu kimi videolarımızın ardının gəlməyi üçün sizdən dəstək gözləyirik. Bunun üçün kanalımıza abunə olmağı, bildirişləri açmağı, çünki videolardan dərhal yerində xəbərdar olasınız. Unutmayın və həmçinin fikirlərinizi kommentlərdə bildirməyi, növbəti videolarda hansı ərzaqlardan istifadə etməyimiz siz üçün uyğun olar, onları bildirməyi unutmayın. Sağ olun, növbəti videoda görüşənədək.